Bayırşəhərlə bağlı paylaşım edən repçi Elşad Xose barəsində 15 sutka inzibati həbs qərarı verildiyi bildirilir. Gözaltı Abzas mediaya istinadən xəbər verir ki, Elşad Xose İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq və 535.1-ci polis əməkdaşının qanuni tələbinə tabe olmama maddələri ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunub. Həbsin səbəbi kimi repçinin Yasamal rayonu Şı Qurbanov küçəsində ünvan göstərmədən nalayiq ifadələr işlətməsi göstərilir. Məlumatda qeyd olunur ki, Elşad Xose barəsində verilmiş qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət olunub. Repçi məhkəmədə ailəli olduğunu, ictimai xadim kimi tanındığını və müalicə aldığını bildirərək köməklik göstərilməsini xahiş edib. Lakin apellyasiya şikayəti təmin edilməyib. Elşad Xose bir müddət əvvəl Yasamal rayonunun Bayırşəhər adlanan ərazisində video çəkiliş apararaq, orada həyata keçirilən söküntü işlərinə etirazını ifadə etmiş və görüntüləri sosial şəbəkə hesabında paylaşmışdı. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.